Talasemiyalı ana körpəsini ana südü yoxsa süni qida ilə qidalandırmalıdır? Səhiyyə rəsmisi cavablayır. Ana südü körpə üçün əvəzsiz, təbii və faydalı qida mənbəyidir. Talasemiyalı ana əgər ümumi sağlamlıq vəziyyəti icazə verirsə, hər kəs kimi övladını ana südü ilə qidalandıra bilər. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, hematoloq Şəhla Şabanov açıqlayıb. Onun sözlərinə görə bəzi istisna hallar mümkündür. Əgər ana dəmir qovucu preparatlar qəbul edirsə, bu dərmanlar ana südü ilə keçərək körpənin sağlamlıq vəziyyətinə zərər vura bilər. Əgər ananın mövcud vəziyyəti imkan verirsə, bu dərmanları hematoloq icazəsi ilə müvəqqəti kəsilərək ana südü ilə qidalanma təmin edilməlidir. Ananın fərdi vəziyyəti, qidalanması zəifdirsə, süd vermə onu daha da zəiflədə bilər. Bu zaman əlavə qida dəstəyi və ya ananı dəstəkləyici qida və istirahət rejiminə xüsusi diqqət etmək gərəklidir deyə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, hematoloq Şəhla Şabanova qeyd edib.